Sürətlər qutusu və muftanı dağıtmamaq üçün 3 qızıl qayda. Sadalayacağım bu səhvlər birbaşa cibinə və motosikletinə zərbədir. 1. Muftasız sürətlər qutusunu dəyişmək. Muftanı sıxmadığınız halda dişli çarxlar mühərriyin gücü altında bir-birinə kəskin şəkildə keçir. Bu hal zamanla sürətlər qutusunun dişlərini qırır və ya yeyir. 2. Dayananda sönməmək üçün qoruyucu əl texnikası. Əgər motosiklet neytralda deyilsə və sən dayanmısansa, sol əlin muftanı sıxmalıdır. Əlini muftadan buraxdığın an motosiklet irəli atılacaq və sönəcək. İş orasındadır ki, hər dəfə dayananda dostunla söhbət eləyə-eləyə muftanı sıxıb saxlasan, motosikletin mufta sistemini dağıdacaqsan. Dayandın, at neytrala, ondan sonra söhbətini elə. Uzun müddətli dayanmalarda, məsələn qatar keçidlərində, uzun işıqforlarda motosiketi ötürücüdə saxlayıb muftanı sıxılı tutmaq yol verilməzdir. Bu vəziyyət mufta sisteminə, el arasında çaşka-ferdo deyilən ilişmə sisteminə güclü təzyiq yaradır, fibraların qızmasına və vaxtından tez yeyilməsinə səbəb olur. Doğru hərəkət isə budur. Əgər 5-6 saniyədən çox dayanacaqsansa, dərhal motosikleti neytrala keçir və əlini muftadan burax. Həm muftan sağ qalsın, həm də əlin yorulmasın.